Salam aleykum əziz müsəlman, bacı və qardaşlar, hər birinizi məntiq dərsimizin 3-cü hissəsində xoş gördük. Allahın izni ilə bugün elm barəsində danışacağıq. Elmin hansı hissələrə, hansı cəhətlərdən bölündüyünə baxacağıq və bunun vasitəsilə həm bizə dünya görüşü olmasına, həm də ki, dərsimiz üçün müqəddimə olmasında inşallah ki, rol oynayacaqdır. Hal-hazırda ekranda da gördüyünüz kimi elmi bir dəfə biz ümumi mənada götürmüşük, bir dəfə xüsusi mənada götürmüşük. Ümumi mənada olan elm, bilik və informasiya mənasında, yəni insanın gördüyü, bildiyi, zehnində canlanan hər bir şey, ətraf mühitdən duyduğu hər bir şey buna aiddir. Misalları da görürsünüz burada vurğuladığımız kimi misallardır və bunlar da onun misallarıdır. Bir dəfə də dediyi elm xüsusi mənadadır. Xüsusi mənada olan elm isə bir-biri ilə əlaqəli cümlələr toplusudur və bir-biri ilə əlaqəli cümlələr toplusunun misalı riyaziyyat, məntiq, ədəbiyyat, kimya, fizika və s. kimi elmlərimizdir. Və bunlar eyni zamanda da bu xüsusi elmlər qrupu ümumi elmlər qrupunun daxilində yerləşir, yəni onun bir üzvüdür, ondan ayrı deyildir. Amma bütün ümumi elmlər xüsusi elm deyildir, amma bütün xüsusi elmlər məhz ümumi elmlərin özüdür. Yəni ümumi elmlərə aiddir. Ümumi elm İngiliscə knowledge, yəni bilik və informasiya mənasında olan elmdir. Xüsusi elm science, yəni fən mənasında riyaziyyat, kimya, ədəbiyyat kimi tədris olunan və yaxud da dərs olunan elmlər mənasındadır. Latınca scientia, İngiliscə science kimi tələffüz olunur. Digər elmin burada daha böyük bir təqsimatını görürük. Yaxından baxaq və tanış olaq. Elm dedi ki, bir-biri ilə əlaqəli cümlələr toplusuna elm deyilir. Bir-biri ilə əlaqəli cümlələr toplusu məhz fənn olan, yəni burada da qeyd etdiyimiz kimi science mənasında işlətdiyimiz elmlərə aiddir və fən mənasında olan elmlər, bunlar bir-biri ilə əlaqəli cümlələr toplusudur. Bunları biz iki hissədə dəyərləndiririk. Bir dəfə keyfiyyət əsaslı bölgüdə, bir dəfə isə birləşdirici əsaslı bölgüdə biz bunlara baxacağıq. Və bu bölgülər elmin özü bu iki yerə bölünür demək deyil. Bu, biz elmi iki fərqli cəhətdən bir neçə yerə bölürük deməkdir. Təqsimat və necə bölgü aparmaq lazımdır ilə bağlı biz inşallah ki, öz o mövzuda olan dərsimizə çatanda ətraflı şəkildə danışacağıq. Amma indidən o qeyd eləyək ki, bir şeyi bir neçə cəhətdən fərqli yerlərə bölmək olar. Məsələn, bir dəfə insanları boylarına görə bölürəm, uzun insanlar, qısa insanlar. Bir dəfə insanları rənginə görə bölürəm, ağ dərlilər, qara dərlilər, qırmızı dərlilər. Bir dəfə insanları yaşlarına görə bölürəm, 18 yaşa qədər olanlar, 18-dən 60-a qədər olanlar, 60-dan yuxarı olanlar. Bir dəfə insanları peşələrinə görə bölürəm, pilotlar, həkimlər, qazilər və s. belə hissələrə bölə bilirəm. Görürsünüz, insanı 4 fərqli cəhətdən, bir dəfə 2 yerə, bir dəfə 3 yerə, bir dəfə 4 yerə, bir dəfə 5 yerə olaraq böldüm. Bu doğrudur, amma mən birbaşa desəm ki, insan bölünür pilota, qara dəriliyə və qısa boyluya, bu artıq xətaya yol verərəm, çünki fərqli cəhətlərdən təqsim və yəni bölgü aparmış oluram. Ona görə də biz burada elmin özünü bölmürük 2 yerə, elmin deyirik ki, bir dəfə keyfiyyət əsaslı bölgüdə 2 yerə bölünür, teorik elmlər və praktik elmlər. Bir dəfə də birləşdirici əsasda bölünür, vahid metodika əsaslı, vahid ədəd əsasında və vahid mövzu əsasında bir-biri ilə əlaqəli cümlələr toplusu deyə bölgü aparırıq. Daha yaxından tanış olmalı olsaq, teorik elmlər və praktik elmlər 3 bənddə bizə daha yaxşı aydın olur bunlar. Teorik elmlər bilmək üçündür. İnsan məhsulu deyil, yəni predmetləri insandan əvvəldə var idi. Var, yoxsa yox sualına cavab verir. Və bu 3 şey toplanan elmlərə biz deyirik nəzəri elmlər. Buna aiddir fizika, fəlsəfə, riyaziyyat və təbiət elmləri. İkinci, baxırıq əməli elmlər, yəni praktik elmlər. Bunlar isə əməl etmək üçündür. Baxırıq, hansı elm əməl etmək üçündürsə, deməli o praktik elmdir. İnsan məhsuludur, yəni predmenti insandan sonra yaranmışdır. Nə etməliyəm sualına cavab verir.
predmeti insana, yəni mövzusu insandan sonra yaranmışdır. Ailə, əxlaq və ilahiyyat elmlərini də bu kateqoriyaya aid edirlər. Misallar barəsində dediyimiz kimi etibarlı misallarda verilən misallar. Bir dəfə dedik, birləşdirici əsaslı bölgü, vahid metodika, vahid ədəd və vahid mövzu ətrafında elmlər birləşirlər. Bir-biri ilə əlaqəli cümlələr toplusu bir dəfə vahid metodikada birləşir. Buna biz məntiq elminin, qrammatik elmini misal gətiririk. Bir dəfə vahid ədəd ətrafında birləşir bir-biri ilə əlaqəli cümlələr toplusu. Biz buna riyaziyyat və yaxud da cəbr elmi deyirik. Bir dəfə bir-biri ilə əlaqəli cümlələr toplusu vahid mövzu ətrafında birləşir. Bu elmlərə də fəlsəfi elmini misal gətirə bilərik. Bu misalların hər biri əslində etibari misallardır. Yəni 100% düzgün misal kimi vurğulaya bilmərik. Çünki fərqli bir yanaşma ilə biz bu misallara baxsaq, görəcəyik ki, bu misallar əslində başqa bölgünün də, başqa bölünənlərin də üzvü ola bilərlər. Məsələn, biz fəlsəfəni biz məntiqi vahid metodikaya yazmışıq. Çünki bizə metodika, düzgün düşünmək yolunu öyrədən elmdir. Bu baxımdan düz yazmışıq. Amma vahid mövzu ətrafında birləşən elm kimi də biz onu götürə bilərdik. Çünki bizə belə deyək, düzgün düşünmək mövzusu elmin mövzusudur və bütün cümlələr toplusu da bunun əslində ətrafında toplanmışdır. Və yaxud da fəlsəfə elmi varlıqdan bəhs edən elmdir və bütün belə deyək, bir-biri ilə əlaqəli cümlələr toplusu bu vahid mövzu olan varlıq ətrafında birləşdiyi elm də fəlsəfə elmidir. Yəni fərqli cəhətlərdən biz götürsək, fərqli qismlərə də əslində aid edə bilərik onları. Ona görə biz sadəcə burada zehnimiz daha yaxınlaşsın deyə bu misalları gətirmişik. İkinci dedik, elmin ümumi mənası bilik, bilinən hər şey, informasiya mənasındadır. Biz yenə elmi, baxın, iki yerə bölmürük. 2 dəfə elmi 2 fərqli yerlərə bölürük. Yəni elmi bir dəfə bölgüsü aparırıq feili və infiali və bir dəfə elmin bölgüsünü aparırıq hüsuli və hüzuri deyə. İndi baxaq, feili elm nədir? Feili elm bilinən, var olmamışdan ona olan elmdir. Bilinən, var olmamışdan ona olan elmdir. Allahın elmi kimi. Allah mütəal məxluqatı yaratmamışdan əvvəl bilirdi ki, məxluqatı yaradacaq. Bilirdi ki, nə olacaq, harda olacaq, necə olacaq. Bunların hamısına Allahın elmi var idi. Amma hələ ki, heç nəyi yaratmamışdı. Demək, yaranmamışdan, var olmamışdan əvvəl olan elmə biz deyirik feili elmlər. Bir dəfə də var infiali elm. İnfiali elm isə nədir? Bilinən, var olduqdan sonra olan elmdir. Məsələn, insanların dağa, daşa və s. telefona olan elmləri kimi. Sadə bir misal. Yeni uşaq dünyaya gəlir. Baxır, bilmir ki, telefon nədir. Düzdür? Çünki indiyə kimi görməmişdi. Amma uşaq doğulmamışdan, yəni var olmamışdan əvvəl də o telefon var idi. Uşaq bir müddət böyüyəndən sonra artıq telefonun nə olduğunu başa düşür və nə olduğunu bilir. Halbuki dediyimiz kimi, uşağın bilməsindən öncədən o telefon var idi. Bu elmlərdə adlanır infiali. Bir dəfə də elm bölünür hüsuli və hüzuriyə. Hüsuli elm odur ki, bilinənin surətinin bilən üçün canlanması. Bilinən odur ki, məsələn, mən bu qələmi bilirəmsə, bilinən qələmdir, bilənsə mənəm. Bu qələmə bir dəfə baxdım, gözümü də yumsam, gözüm açıq da olsa, bu qələm burada olsa da, olmasa da artıq onun surəti, sanki şəkli mənim beynimə düşdü. Daha sadə dildə desək. Bu zehnimə düşən onun surəti, şəklidirsə, mənim bu qələmə olan elmim hüsuli, yəni əldə edilən elmdir. Və bu zaman qələmin özü mənim zehnimdə olmur. Sadəcə onun surəti mənim zehnimdə olur. Və bu da o deməkdir ki, onun təsirləri xaricdə, məsələn, bu qələmi məsələn mən vuranda hiss edirəm, əlimə vuranda hiss edirəm, batıranda ağrısı gəlir, amma zehnimdə olsa bunların heç birini hiss etməyəcəm. Və bu onun surətinin mənim zehnimdə canlanması deməkdir. Biz bu məntiq elmində danışacağımız və belə təsəvvür və təsdiq deyə böləcəyimiz, ümumiyyətlə ətrafında geniş danışacağımızsa elə məhz bu hüsuli, yəni bir şeyin surətinin insanın zehnində canlanmasına olan elmdən danışacağıq və bizim əsas mövzumuz məhz bu olacaq. Gəldik hüzuri elm. Hüzuri elm nədir? Bilinənin özünün bilən üçün canlanmasıdır. Bilinənin özünün bilən üçün canlanmasıdır. Bunu belə zehnimiz yaxınlaşsın deyə yanlış bir misal vuracağım. Əgər mənim alova olan elmim hüzuri elm olsaydı, yəni surətin yox, birbaşa alovun özünün zehnimdə canlanması olsaydı, bu zaman
mən alov düşənən kimi gərək mənim məsələn başım yanardı və yaxud da sözün əsl mənasında tüstüləyərdi, çox isti olardı və s. Sanki beynimin içində alov varmış kimi olardı və öz alovun xaricdəki təsirləri mənim zehnimdə də öz əksini tapardı. Və bu da biz bilirik ki, mümkün olan bir şey deyil. Çünki bizim ona olan elmimiz hüsuli elmdir, hüzuri elm deyil. Və elmin qısa belə deyim, müqəddiməsi ilə tanış olduq, haqqında baxdıq. Allah Mütəallanın izni ilə qeyd etdiyimiz kimi bu müqəddimə bizə lazım idi ki, bizim dünya görüşümüzü açsın, elm barədə daha çox fikir sahibi olaq və gələn dərslərdə də daha yaxşı anlamağımızda. Qulna innallaha ta'ala xalaqal insana mafturan alat-təfkir. Allah Mütəal insanı yaradarkən onun fitrətində düşünmək hissi, təfəkkür hissi qoyaraq yaratmışdır. Keçən dərsdə dediyimiz kimi. Musta'idən lit-təhsilil məarif. İnsanı bilinənləri, yəni elmi mərifətləri əldə etmək üçün hazır yaratmışdır, istedadlı yaratmışdır. Ki, hansı ki insan bu istedad vasitəsilə elmləri əldə edə bilir. Ardıca buyurur. بما عوتي من قوة عاقلة مفكرة تمتاز بها عن الأعجماوات. Hansı ki Allah insana ağıllı düşünən bir qüvvə verib, bunun vasitəsilə insan da heyvanlardan fərqlənir və yaxud onlardan daha üstün olur. ولا بأس ببيان موطن هذا الامتياز من أقسام العلم الذي نبحث عنه muqaddimətən lit-ta'rifil alim. Və heç bir problemi yoxdur ki, biz insanın bu üstünlüyündən elmin qismləri üçün, hansı ki indi onun barəsində danışacağıq, müqəddimə kimi və elmin tərifi üçün müqəddimə kimi qeyd eləyək. Və li bəyani alaqətil məntiqi bih. Və məntiqin onunla olan əlaqəsini tapaq. Daha doğrusu bəyan edək. Fənəqul və bunun üçün biz deyirik. Birinci, indi insanın yavaş-yavaş zehninin inkişaf mərhələlərini indi bizə şeyx çatdıracaq və bizə göstərəcək ki, insan hansı mərhələlər keçir, onda neçə cür elm var və sonda da xülasə şəkildə bunu qeyd eləyərik bir-bir. İzə vulidəl insanu yuladu və huvə xali'un nəfs min kulli fikratin və ilmin fi'li siva hâzihil isti'dadul fitri. İnsan o vaxt ki dünyaya gəlir, bütün feili elmlərdən, hansı ki bayaq danışdıq, və bütün informasiyalardan, bütün bilgilərdən boş olaraq dünyaya gəlir. Yalnız və yalnız fitri istedad, hansı ki dedik, Allah Mütəal onun içərisində qoymuşdu, bu fitri istedaddan başqa hər şeydən boş olaraq dünyaya gəlir. فإذا نشأ وأسبح ينظر ويسمع ويذوق ويشم ويلمس ويحس بما حوله من الأشياء. Və o vaxt ki uşaq biraz inkişaf edir, biraz böyüyür, görməyə, eşitməyə, dadmağa, iyi bilməyə və toxunmağa başlayır. Ətrafındakı ətraf mühiti hiss etməyə başlayır. Və yətəəssəru bihə ət-təəssürəl münasib və tənfə'ilu nəfsəhu əlləti kânət xaliyyətən bihalətin cədidətin nusəmmihə əl-ilmul hissi. Və uşaq bu hiss etmiş olduğu ətrafındakı şeylərdən müvafiq olaraq təsirlənməyə başlayır. Hərəsinin öz təsirinə uyğun olaraq da. Və dediyimiz kimi bütün elmlərdən boş olaraq yaranan bu uşaq artıq özündə yeni bir halətə çevrilir və biz buna hissi elm deyirik. Uşaqda artıq hissi elm yaranır. Və huvəl ilmullezî leysə huvə illə hissun nəfs bil əşya əlləti tətənavəluhə əl-həvəssəl xəms əl-basara və-səmi'ə və-şəmmə və-zâiqə və-ləmisə. Bu elm 5 hiss üzvündən görmə, eşitmə, iyləmə, dad bilmə, toxunma. Bəli, bu elm yalnız və yalnız uşağın bu 5 duyğu vasitəsi, informasiya vasitəsilə əldə etmiş olduğu hissləri qavranılmasından ibarətdir. Və həzə əvvəlu dərəcətil ilm.
Və bu elmin ilk dərəcəsidir, ilk pilləsidir. Və huvə rə'su li cəmi'il ulum. Və bu bütün elmlərin sərmayəsidir. Yəni bütün elmlər, bütün təcrübi elmlərin sərmayəsi, yəni başlanğıcı burada dayanır. Bütün elmlər təcrübi yolda əldə olunan bütün təcrübi elmlər daha doğrusu bu informasiya və duyğu üzvləri vasitəsilə əldə etdiyimiz elmlərdən yaranırlar və yaxud da onların təməlini bunlar təşkil edir. Əlləti yəhsulu aleyhəl insan ويشاركه فيه سائر الحيوانات التي لها جميع هذه الحواس أو بعضها. Bu təkcə insana məxsus olan bir hiss deyil, hissi elm. Eyni zamanda heyvanlara da aiddir. O heyvanlar ki, onlarda bu 5 duyğu üzvü var və yaxud da bu 5 duyğu üzvünün bəziləri var. Eyni cürə onlar da bizim kimi bu məlumatları toplaya bilirlər. Məsələn, heyvan da görmüşsünüz, məsələn, təlim keçirən heyvanlar hansı ki, isti bir şeyə əl vuranda insan da bu elm onda yaranır hiss etmə vasitəsilə ki, bu istidir daha ona toxunmasın. Heyvanda da həmin hiss yaranır və yaxud da ona yemək verirlər və heyvan dad bilmə vasitəsini istifadə edərək, bu hiss elmi istifadə edərək onu əhəlləşdirirlər, təlim verirlər. Thumma tərtəqi mədarikut tıfl فيتصرف ذهنه في صور المحسوسات المحفوظة عنده فينسب بعضها إلى بعض هذا أطول من ذاك وهذا أنور من الآخر. Uşaq bir müddət böyüdükdən sonra artıq dərk etmə qabiliyyəti yüksəlir. Zehnin yadda saxlamış olduğu bu 5 duyğu üzvü ilə əldə etmiş olduğu elmlərdən artıq bir-biri ilə onları müqayisə etməyə başlayır və onları məsələn, bu bundan daha uzundur, bu bundan daha parlaqdır deyə ayırt etməyi bacarır. Əv mislihu və yaxud da buna bənzər digər müqayisələri uşaq edir. Və yuəllifu ba'duha min ba'din tə'lifən qad la yakunu lahu vücudun fi xaric. Və bəzən də bu əldə etmiş olduğu məlumatları bir-biri ilə birləşdirərək xaricdə heç var olmayan birləşmələr yarada bilir. Kət-tə'lifihi li suvaril əşya əlləti yəsmə'u bihə və la yaraha. Necə ki, bəzi şeyləri o artıq düşünür, təsəvvür edir, hansı ki, onlar barəsində eşidib, amma onları heç vaxt görməyib. Və yətəxəyyəlül bələdətəlləti ləm yaraha مؤلفة من الصور الذهنية المعروفة عنده من المشاهداته للبلدان وهذا هو العلم الخيالي يحصل عليه الإنسان بقوة الخيال. Və bunun vasitəsilə artıq heç vaxt görmədiyi ölkələri belə əvvəl görmüş olduğu ölkələrin surətlərini zehnində birləşdirərək məsələn deyə bilərik ki, artıq xəyal etməyə başlayır. Məsələn, əvvəldən meşəlik bir şəhəri və başqa bir qarlı bir şəhəri görmüşdü. İndi bir nəfər ona həm qarlı, həm meşəli bir şəhər haqqında danışanda o zehnində xəyalını bu iki şəhəri birləşdirərək heç vaxt görməmiş olsa belə onu zehnində yaratmağı bacarır və bu barəsində düşünə bilir. Və bu xəyali elm adlanır, xəyal qüvvəsi vasitəsilə həyata keçir. Bu da elmin ikinci mərtəbəsidir. Dedik, birinci hissi elm, ikinci xəyali elm. Və bəli, biz artıq insanın dünyaya gəldikdən sonra pillə-pillə inkişafının və zehninin böyüməsi ilə addımladığı bu elm yolunda ilk iki addımla tanış olduq. Birincisi hissi elm idi və ikincisi xəyali elm idi. Hansı ki, hissi elmdə toplamış olduğu məlumatları, toplamış olduğu bilinənləri birləşdirmək və bir-birinə nisbət vermək vasitəsilə o yeni xəyallar qurmağa başlayırdı. Və bu da dedik, xəyali elm adlanır. Hissi elm və xəyali elm. İnşallah gələn dərsimizdə elmin digər mərhələləri ilə də tanış olub, ətrafında, haqqında daha da məlumat verməyə çalışacağıq. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.